Hər birinizi salamlayıram. Ümid edirəm ki, yaxşısınız. Bizə podkast seriyası davam edir və mən bugün çox səmimi və bir növ özümün keçdiyim bir prosesdən danışmaq istəyirəm. Bayaqdan video çəkmək istəyirəm, amma arxa fonda səs var. Çünki binanın həyətində deyəsən gəlin aparmaq mərasimidir. Ona görə bayaqdan davul zurna səsi gəlir və mən onların bitməsini gözləyirəm, amma görünən odur ki, hələ aparmaq fikirləri yoxdur. Və mən mikrofonsuz olduğum üçün bu şəkildə çəkəcəm videonu. Yəni çox səmimi və içdən bir video seriyası olacaq. Düşünürəm ki, maraqlıdır. Nədən danışmaq istəyirəm? Bu aralar məndə eləcə də digər insanlarda da müşahidə etdiyim bir proses var. Bəzi illüziyaların dağıldığı və sanki bir yenilənmə perioduna keçirik. Təsadüfi deyil ki, artıq yazda girdi və hazırda bu videonu çəkirəm mən 22-si tarixində, yəni artıq demək olar ki, Novruz bayramını biz qarşılamışıq və yaz girib, necə deyirlər, yenilənmə dövrüdür. Və bu videoda tam olaraq elə bunu əks etdirəcək. Özüm çox uzun müddətdir ki, bu prosesin içindən keçirəm. Öz terapiya yolunda bir növ çox şeyi sorğuladığım və bir çox rollarımı geridə qoyduğum bir dönəmə keçid edirəm və bu özünlə bərabər bir boşluq, heçlik hissini gətirir və hazırda belə hiss edirəm. Terapiya əslində belə bir prosesdir. Sağalmaq belə bir prosesdir. İnsanın özünə dönməyidir və bu olduqca dərin bir prosesdir və bu əslində qatman-qatman baş verən bir prosesdir də. Yəni bunun sonu yoxdur. Bu ömür boyu davam edir və tam olaraq bir finish, son nöqtəsi yoxdur. Və həm maraqlıdır, çünki özünü tanıyırsan, özünü kəşf edirsən. Eyni zamanda bu yolda sənə dəstək olacaq, sənlə bərabər yürüyəcək insanlar da var və onlarla bərabər bu yola addımlamaq da çox maraqlıdır əslində. Bəzi insanlar var ki, onlar gəlib gedirlər. Yəni necə ki, məsələn, bir növ belə deyək də, əsərlərdə ki, necə olur, episodik sürətlər olur və əsas baş qəhrəmanlar olur. Həyatımızda da bu şəkildə də əslində episodik sürətlər olur, hansı ki, bu obrazlar gəlirlər, müəyyən bir rolu oynayırlar və sonra çıxıb gedirlər və daha sonra isə yer qalır artıq həqiqətən də həmişəlik, ömürlük bizlə olanlara. Yəni həyatda əslində itki və ya da ki, yəni belə deyək də, bununla itirmək deyə bir şey yoxdur. Əksinə özümüzə qatıb da davam etdiyimiz yerlər var və eləcə də əslində itki yoxdur. Yəni həyatda qazanılan, bir növ belə deyək də, yaşanan hər bir şey özünlə bərabər bizə çox dəyərli şeylər qatır. Çox dəyərli bilgilər, çox dəyərli təcrübələr qazandırır və gedənlər isə sadəcə getməli olanlardır. Bunları demək istəyirəm, çünki düşünürəm ki, bəlkə də bunları eşitməyə ehtiyacım var. Bu videonu bəlkə indi açacaqsan, bəlkə başqa bir vaxt, bəlkə illər sonra qarşılaşacağıq biz səndən, amma hər bir halda bu videoya baxırsansa və bu videonu açmısansa, böyük ehtimal ki, sənə lazım olan, sənin eşitməyin gərəkən yerlər var deyə düşünürəm. Bu videonu çəkib çəkməməkdə çox tərəddüd yaşayırdım açığı və düşündüm ki, sadəcə çəkməliyəm. Bəzən mənim də tərəddüd yaşadığım vaxtlar olur və bəzən insanlar elə düşünürlər ki, psixoloqların, terapevtlərin və ya da ki, coachların, mentorların heç də belə bir problemləri olmur, belə bir məsələlər olmur. Sanki onlar çox belə ilahi, müqəddəs, hər şeyi həll etmiş varlıqlardır və onların heç bir problemi, heç bir yəni nəsə bir həyatında əyri əksiklik yoxdur. Belə bir şey yoxdur. Bu sadəcə illüziyadır. Bir çox insanların uydurduğu, hansı ki, özü üçün yaratdığı məsələlərdir. Belə bir səviyyə, belə bir yer yoxdur ki, orada hər hansı bir problem baş verməsin və ya da ki, axsaqlıqlar olmasın. Çünki həyat elə bir yerdir ki,
həyatda, yəni həyatın bəli müəyyən bir düzəni var. Eyni zamanda da bəzi elə məsələlər var ki, onlar da bizim idarəmiz altında deyil və yəni biz ora heç bir halda müdaxilə edə bilmirik və o proses baş verməlidir. Yəni bəzən sadəcə prosesin özünə bir növ dedikdə təslim olmaq, onun içində olmaq belə çox böyük önəm daşıyır. Yəni belə hazırda sırf bunu daha çox təcrübə edirəm. Yəni çünki belə deyək də uzun bir müddət həddindən çox kontrolçu biri olmuşam və kontrol eləyərək, ümumiyyətlə bir çox şeyləri məntiqsəlləşdirərək öz həyatımda hisslərdən qaçmağa çalışmışam və hisslər mənim üçün çox təhlükəli bir yer olub ümumiyyətlə və hazırda bu prosesin içindən keçirəm, hisslərimi yaşamağa özümə bir icazə verirəm. Həqiqətən də bəzən sadəcə sakitcə durub izləyirəm sadəcə özümü və ya da ki ətrafı. Bu olduqca dərin bir prosesdir. Bir də insan belə şeyləri təcrübə etdikdə yad olan yerləri də hansı ki hisslərə bəlkə təmas etmək, hiss etdiyini bunların fərqinə varmaq. Bu yerlər bəzən bizə yad olduğunda, yad olduğu üçün bir növ özümüzü qəribə hiss edə bilirik və ya da ki ümumiyyətlə bu roluma bir növ uyğunlaşmaq da mənim üçün çətin gəlir. Çünki əvvəllər belə deyildim və sanki bəzən əvvəlki kimliyimi də tutub belə onunla sanki onu bir növ belə deyək də ondan yapışmaq istəyi də olur, amma halbuki bu prosesdir və prosesdə nə qədər yəni müqavimət göstərməsək, proses onsuz necə ki məsələn çay axır və onun axıb getdiyi bir yer var. Yəni necə ki mənbəyi olduğu kimi mənsəbi var, qurtaracağı bir yer var. Gedir bir yerdə bir yerə tökülür və ondan sonra bitir yəni. Bu da belə bir prosesdir əslində. Yəni biz nə qədər ki bu prosesə çox müdaxilə etməsək, eləcə də hisslərə məsələn çox müdaxilə etməsək, hisslər də özü axıb gedir və onun bir qurtaracağı, dayanacağı bir nöqtə yer var. Bir huzur, sükunət nöqtəsi var və orada axıb dayanır yəni hər şey. Bəlkə də bunu öyrənməkdə əsas belə deyək də bu terapiyanın ən əsas məqsədi, bəlkə də terapiyanın bizə qazandırdığı yer məhz budur ki, biz onu anlayaq, dərk eləyək və eləcə də hiss eləyək. Sadəcə dərk etmək, fərqinə varmaq deyil məsələ. Çünki bir çox hallarda bilmək bizə bir çox şey qazandırmır. Bizə o şeyi təcrübə etmək, onu hiss etmək, böyük bir yerdən baxa bilmək, bunlar çox şeylər qazandırır. Və onu demək istəyirəm ki, həyatda baş verən hər bir şey müəyyən bir səbəbdən dolayı baş verir. Səbəb-nəticə əlaqəsi burada çox vacibdir və bəzən gedən insanlar da, bəzən bitən münasibətlər də məhz bunlar üçün bitir. Məhz budur məsələ, yəni həqiqətən də geridə qoya bilməkdir, bəzən o yaşadıqlarımızı həzm eləyə bilməkdir və bəzən həqiqətən çətin ola bilir yəni. Burada hisslər qarışa bilir bir-birinə, çox qarışıq hisslər keçirə bilirik, bu kimi və s. və ilaxır. Amma çox dəyərlidir, yəni həyatımızda nə qədər çətinliklər olsa da və ya da ki bizə xidmət etməyən durumlar olsa da, bizə aid olmayan rollar olsa da, bəzən bu prosesin içindən keçmək belə özü dəyərlidir və rollarımızı geridə qoyduqdan sonra onsuz əsas öz kimliyimizə qovuşuruq, əsas öz kimliyimiz ortaya çıxır və bu çox dəyərlidir. Məsələn, onsuz özə qayıtmaqda da, yəni bir çox hallarda şəxsi inkişaf adı altında bizə bunu dayatmağa çalışırlar ki, bunları elə, məsələn, nəyisə dayatmağa çalışırlar, malı-məli nöqtəsindən danışırlar, amma halbuki terapiyadır, özünə dönməkdir və özünü tanımaqdır da. Burada malı-məli deyə bir şey olmur. Malı-məli deyilən və sənə məcburi surətdə bir növ
sırıdılmağa çalışan fikirlər səni özündən uzaqlaşdırır sadəcə və bunların heç biri normal və sağlam deyil. Əsas məsələ onsuz sənin özünə qayıtmağında. Sən özünü ona görə heç və ya da ki, yetərsiz hiss edirsən ki, sən öz kimliyinlə, özünlə, yəni həm ahəng deyilsən, hiza deyirlər, hizada deyilsən və ya da ki, özündən heç xəbərin yoxdur. Ona görə bəlkə də bu qədər anksiyetədir, bu qədər panik ataklardır, ona görə çoxdur, depressiyalar ona görə çoxdur. Baxmayaraq ki, dövrümüz olduqca zənginlik dövrüdür, hansı ki, internetin, xidmətlərin, yəni belə deyək də, məlumatların həddindən çox bol olduğu bir dövrdür. Amma eyni zamanda da İnsanların da sanki bir-birindən çox uzaq olduğu, insanların yalnız mənəm dediyi və narsizmə meyillilik həddindən çoxdur ki, bu da insanları bir-birindən uzaqlaşmağa, sosial münasibətlərin, əlaqələrin itməsinə, yaxınlığın, bir növ bəzi ailə dəyərlərimizin həqiqətən də zədələnməsinə gətirib çıxarır və düşünürəm ki, bu əlaqələr çox önəmlidir. İnsan insanla bağ qurur və insan insanla sağalır. Nə qədər paradoksal səslənsə də, insana yara verən də insandır, insanı sağaldan və şəfa verən də insandır. Bu, kimisi üçün terapistdir, kimisi üçün bəlkə yaxın bir dostudur, kimisi üçün bəlkə öz həyat yoldaşı, partnyorudur. Bu, fərqli ola bilər. Yəni hər hekayənin özünün bir növ yer aça bildiyi, bəlkə də qəbul eləyə bildiyi, məsələ o qəbul edə bilməkdir də eyni zamanda yox. Çünki sən nə qədər qəbul edə bilirsənsə, sən nə qədər aça bilirsənsə qəlbini, o qədər gəlir yəni sənə və həyat onsuz verməyə açıqdır da, yəni vermək istəyir, verməyə könüllüdür. Məsələ odur ki, sən istəyirsənmi, sən ala biləcəksən bu şəfanı, bu sevgini, hər nədirsə bu sənin üçün və bunu ala bildikdə insan həqiqətən də insan olduğunu, nə qədər dəyərli olduğunu, nə qədər önəmli olduğunu hiss edir və bunlar çox dəyərlidir. Bunu demək istəyirəm. Yəni belə deyək də, bəlkə də hazırda bir boşluq içindəsən, bəlkə də artıq bir yolculuqdasan, yolun içindəsən və orada düşünürsən ki, bu yol görsən səni hara aparır, görsən nə baş verəcək. Yol onsuz yəni lazım olan yerə qədər gedəcək, yəni lazım olan şəkildə irəliləyəcək və sənə lazım olan o dəstək də, o insanlar da gələcək. Bəzən özünü yaxşı da hiss edəcəksən, bəzən pis də hiss edəcəksən, yəni bəzən müsbət emosiyalar, bəzən mənfi emosiyalar yaşaya biləcəksən. Bu da həyatın və o prosesin içindədir. Yəni proses elədir ki, paket şəklindədir və içində hər şey var. Müsbət və mənfi, yaxşı və ya pis, yəni hər anlamda hər şey var və bəli, yəni o hər şey ilə bərabər gəlir bizə təqdim olunur. Və burada yəni belə deyək də o prosesin içində dönüşə bilmək çox dəyərlidir və orada yaşanılan hər bir his, duyulan hər bir his dəyərlidir. Hər nə qədər bəzən çətin də olsa, bəzən insan sanki özünü çox sıxışmış, sanki öləcəkmiş kimi hiss etsə də və ya da ki, bəzən sanki bu acı, ağrı nədirsə bu bitməyəcək kimi gəlsə də, sıxışmış hiss etdirsə də, bu onsuz yəni bir yerə aparacaq və bir yerdə dayanacaq, yəni bitəcək. Bunun bir finish nöqtəsi var. Məsələ də budur. Yəni belə. Demək istədiklərim bunlardan ibarət idi. Biraz bəlkə qarışıq danışmış ola bilərəm. Bəlkə bilmirəm, yəni nə qədər özümü yaxşı ifadə edə bildim, bilmirəm nə qədər yəni sənin o istədiyin və ya da ki, istədiyin nə demək, ehtiyacın olan cümlələrə toxuna bildim ki, yoxsa yox. Hər bir halda düşünürəm ki, bu dəyərlidir və bunu dinləyərək, bu videonu dinləyərək öz insightlarını, fərqindəlikləri məndən bölüşə bilərsən və eləcə də kanalıma abunə olub, bildirişləri aç ki, davamlı şəkildə paylaşdığım videolar və eləcə də shortsları izləyəsən və eləcə də məndən xidmət almaq istəsən də videonun aşağı hissəsində nömrəmi qeyd edəcəm, əlaqə saxlaya bilərsən. Belə, özünə çox yaxşı bax, növbəti videolarda görüşərik.
Hələlik.